Orta Şərq dedikdə ilk ağla gələnlərdən biri də Səudiyyə Ərəbistanıdır. Həm tarixi, həm dini, həm də zəngin neft ehtiyatları ilə bu bölgənin ürəyi sayılan bir ölkə. Məkkə və Mədinə kimi müqəddəs şəhərlərə ev sahibliyi edən bu krallıq eyni zamanda şəriət qanunları ilə idarə olunan azsaylı dövlətlərdən biridir. Son illər isə gənc şəhzadənin rəhbərliyi ilə həm qadın hüquqları, həm də əyləncə anlayışında ciddi dəyişikliklər baş verir. Gəlin həm ənənənin, həm də dəyişimin ortasında dayanan bir maraqlı ölkəni kəşf edək. Orta Şərq deyildikdə ağla ilk gələn dövlətlər şübhəsiz ki, ərəb dövlətləridir. Ərəblər tarix boyu Orta Şərqdə olduqca mühüm rol oynamış və bu bölgədəki hakimiyyətlərini qoruyub saxlamışlar. Bu gün də eyni qaydada bölgədə böyük bir gücə sahibdilər və malik olduqları təbii sərvətlər sayəsində dünyanın ən zəngin ölkələrindən biri hesab olunurlar. Bu ölkələrdən biri də Səudiyyə Ərəbistanı, yəni rəsmi adı ilə Səudiyyə Ərəbistanı krallığıdır. Buradakı krallıq adı sadəcə simvolik xarakter daşımır. Bu ölkə sözün əsl mənasında atadan oğula keçən monarxiya sistemi ilə idarə olunur. Səudiyyə Ərəbistanı həm Ərəb yarımadasının ərazi baxımından ən böyük dövləti, həm də bir çox ərəb ölkələri ilə sərhəddə yerləşən bir ölkədir. Məsələn, onun şimal-qərbində Yordaniya, şimalında İraq, qərbində Qırmızı dəniz, şərqində Küveyt və Qətər, cənubunda isə Yəmən və Oman yerləşir. Yəni Orta Şərqin mərkəzində yerləşən bu ölkə bölgənin ürəyi sayılır və buna görə də çoxsaylı dövlətlərlə quru sərhədinə sahibdir. Buna paralel olaraq ölkənin ərazisi olduqca böyükdür. Təxminən 2.150.000 kvadrat kilometr. Ancaq bu qədər böyük əraziyə sahib olmalarına baxmayaraq, 2021-ci ildə rəsmi əhalisi cəmi 36 milyon nəfər olaraq açıqlanıb. Bu isə onu göstərir ki, Səudiyyə Ərəbistanı dünya üzrə əhali sıxlığının ən az olduğu ölkələrdən biridir. Halbuki ölkə daxilində Məkkə və Mədinə kimi müqəddəs şəhərlər yerləşir və dünya müsəlmanları üçün böyük əhəmiyyət daşıyır. Səudiyyə Ərəbistanının tarixinə gəlincə, əsasən bu ölkənin tanınan tarixi İslam dininin doğuş dövründən, Həzrəti Məhəmmədin peyğəmbər olması ilə başlayır desək, səhv etmərik. Məhəmməd peyğəmbərin Orta Şərqdə İslamın təməlini qoymasından sonra Əməvilər və Abbasilər xilafəti müdafiə edən bir dövlət sistemi ilə bu torpaqlarda hakimiyyətlərini genişləndirdilər. 1500-cü illərdə Yavuz Sultan Səlimin Məmlük hökmranlığına son qoyması ilə xilafət Osmanlılara keçdi. Lakin 1-ci Dünya müharibəsində Osmanlı imperiyasının məğlub olması nəticəsində Məkkə və Mədinə kimi müqəddəs şəhərlər yenidən ərəblərin əlinə keçdi. Hakimiyyətə gələn İbn Suud İngilislərlə əməkdaşlıq etdi və 1932-ci ildə müasir Səudiyyə Ərəbistanı krallığı rəsmi olaraq quruldu. Bu gün ölkə hələ də Suud sülaləsinə mənsub ailələr tərəfindən idarə olunur və hazırki varis Şəhzadə Məhəmməd bil Səlamandır. İslam üçün çox böyük mənaya sahib olan bu ölkə idarə etmədə də İslamın şəriət qaydalarına əsaslanır. Hətta bəzən sərt şəriət qaydalarına görə dünya mediasında tənqid edilir. Məsələn, qadınlar ölkəyə girib çıxarkən vətəndaş kimi çətinliklərlə üzləşə bilirlər. Demək olar ki, sərt qanunların əksəriyyəti qadınlara yönəlmiş qadağalardan ibarətdir. Məsələn, 2018-ci ilə qədər qadınların avtomobil idarə etməsinə icazə verilmirdi. Bu hüquq yalnız kişilərə aid idi. Gənc varis şəhzadə bu durumu dəyişdirdi və qadınların yolunu açmağa başladı. Amma bu gün də qadınlar istədikləri kimi banka gedib hesab aça bilmir, yaxud ərindən icazəsiz pasport ala bilmirlər. Çünki yaşlarından asılı olmayaraq hüquqi baxımdan yetkin sayılmırlar. Əksinə, kişilərin həyatında ciddi bir qadağa demək olar ki, yoxdur. Əlbəttə, oğurluq və zina kimi hallarda kişilər də qadınlarla eyni şəkildə cəzalandırılır. Üstəlik, bura bir İslam ölkəsi olduğuna görə qadınların əksəriyyəti hicablıdır. Yəni, siz əgər xristiyan və ya dinsiz bir qadınsızsa və Səudiyyə Ərəbistanında yaşamaq istəyirsinizsə, özünüzü təzyiq altında hiss edə bilərsiniz. Ancaq sevindirici cəhət odur ki, Vəliəhd Şəhzadə Məhəmməd bil Səlmanın artıq qadınların abaya geyinmək məcburiyyətinin olmadığını açıqlayıb. Yəni, ölkədə qadınların daha sərbəst geyinməsinə şərait yaranmağa başlayıb, lakin hələ də qərb tərzində geyinən qadınlara küçədə qəribə baxışlarla yanaşılır. Çünki onlar üçün əba geyinmək artıq bir mədəniyyət məsələsinə çevrilib və sizdən onların mədəniyyətinə hörmət etməyinizi gözləyirlər. İki əkscinsli insan sərbəst şəkildə ünsiyyət qura bilər, lakin fiziki təmasa diqqət
diqqət yetirmək lazımdır. Yenə də əgər siz Səudiyyə Ərəbistanına gəlməzdən əvvəl gecə həyatı, partilər və alkoqollu bir həyat tərzinə sahib olmusunuzsa, burada yaşadığınız müddətdə bunlardan bəhs etməməlisiniz. Çünki bu tip əyləncələr bu ölkədə bir mənalı şəkildə qəbul edilmir və insanlar bundan narahat ola bilərlər. Buradakı gecə həyatı anlayışı ailəvi şəkildə axşam saatlarında çölə çıxmaq, gəzinti etmək və alış-veriş mərkəzlərinə getməkdən ibarətdir. Gündüz hava çox isti olduğuna görə ticarət mərkəzləri gecə saatlarına qədər açıq qalır və insanlar vaxtlarını burada keçirməyə üstünlük verirlər. Buna görə də ölkədə gecələr demək olar ki, bütün obyektlər açıq olur və həyat canlanır. Üstəlik, təəccüblü olsa da, ölkədə qadın-kişi qarışıq konsertlərə də artıq icazə verilir. İnsanlar bu açıq hava məkanlarında konsertlərə gedərək musiqidən zövq ala bilirlər. Təkcə bu fakt belə göstərir ki, gənc şahzadə ölkəni idarə etməyə başlayandan bəri xalqın tabuları tədricən dağılmağa başlayıb. Səudilərin əyləncə anlayışı daha çox yemək yemək, lüks avtomobillərə minmək və mədəniyyətləri haqqında danışmaq üzərində qurulub. Xüsusilə bahalı oyuncaqlara qarşı böyük maraqları var və demək olar ki, hər şahzadənin sərvət dəyərində əşyaları mövcuddur. Yemək baxımından isə düyü üzərinə qoyulan ət yeməklərinə heyran qalırlar. Adətən yeməklər ayrıca boşqablarda deyil, ortaq bir sinidə təqdim olunur. Ölkə kifayət qədər zəngin olsa da, bəzi insanlar hələ də köçəri həyat tərzindən imtina etməyərək səhralarda yaşayır. Bu ərəb çobanlar dəvələrə baxır və onların südünü, ətini şəhərdəki insanlara satırlar. Eyni zamanda siz hansı inanca sahib olursunuzsa olun, qadınsızsa bu ölkədə iş tapmaq da asan olmaya bilər. Çünki Səudiyyə Ərəbistanında qadınların evə, ərinə və övladlarına baxmaqla məsul olduqları düşünülür. Bu baxımdan ölkə azadlıqlar indeksində dünya üzrə ən aşağı sıralarda yer alır. Amma yeni şahzadənin bu sahədə də islahatlar aparmağa başladığı müşahidə olunur. Digər tərəfdən bir çox insan Səudiyyə Ərəbistanının paytaxtını Məkkə və ya Mədinə kimi şəhərlərdən biri hesab edir. Halbuki ölkənin paytaxtı əslində Əl-Riyad şəhəridir və bu şəhər ölkənin ən önəmli yaşayış məntəqələrindən biri sayılır. Əgər Səudiyyə Ərəbistanına səyahət etməyi planlaşdırırsınızsa, bilin ki, ölkəyə ən çox uçuş məhz Əl-Riyaddan həyata keçirilir. İlin istənilən vaxtında ölkəyə birbaşa və ya tranzit reyslər tapmaq mümkündür. Ölkəyə daxil olduqdan sonra isə orada olduğunuz müddətdə ərəb dilinə ciddi şəkildə ehtiyacınız olacaq. Çünki ölkənin rəsmi dili ərəbcədir və bu dil müxtəlif ləhcələrdə danışılır. Beləliklə, əgər ibtidai səviyyədə ərəb dili bilirsinizsə belə, ölkədə danışılan ərəb dili sizə çətin və anlaşılmaz gələ bilər. Həmçinin gündəlik işlərinizi həll edə bilmək üçün ərəb əlifbasına da bələd olmağınız vacibdir. İngilis dilinin bir çox insan bilsə də, rəsmi sənədlərdə ərəb yazılarını oxumaq zəruridir. Ərəbistan kimi bir ölkədə xalqın dini inancı ilə bağlı isə yəqin ki, artıq çoxunuz məlumatlısınız. Ölkə əhalisinin demək olar ki, 100%-i dindar müsəlmanlardan ibarətdir və bu insanlar öz aralarında müxtəlif məzhəblərə bölünüblər. Əhalinin böyük əksəriyyəti isə sünnilər təşkil edir. Ölkə iqtisadiyyatının isə 90%-dən çoxu birbaşa neft sektoruna əsaslanır. Səudiyyə Ərəbistanı geniş torpaq sahələrinə sahib olduğundan bu ərazilərdə bir çox strateji bölgələr yerləşir və sözün əsl mənasında neft yerin altından fontan kimi çıxır. Hazırki ehtiyatlarla ölkənin ən az 100 il daha neft gəlirləri ilə yaşaya biləcəyi təxmin edilir. Dövlət idarəçiliyi insanları kifayət qədər məhdudlaşdırdığı üçün dünya üzrə turistlər bu ölkəyə nisbətən az maraq göstərirlər. Bundan əlavə, dünya sənayesinə təqdim edə bildikləri məşhur markalar olmadığı kimi elm və idman sahələrində də geri qalırlar. Əhalinin ehtiyac duyduğu demək olar ki, bütün məhsullar neft pulları ilə xaricdən idxal olunur və həyat tamamilə istehlak üzərində qurulub. Yəni, bir növ coğrafi imkanlardan istifadə edərək zənginləşmiş və yüksəlmiş bir həyat modeli formalaşıb. Eyni zamanda ölkənin sərhədləri olduqca təhlükəsizdir və Yəmən, İraq, İordaniya kimi qonşu ölkələrdəki terror qrupları Səudiyyə Ərəbistanının ərazisinə nüfuz edə bilmirlər. Məsələn, dərhal yanındakı Yəməndə insanlar son dərəcə kasıb şəraitdə yaşayır, amma Səudiyyə Ərəbistanı istənilən şəxsi ölkəyə buraxmır. Bu da ölkəni daha təhlükəsiz edir. Həmçinin ölkədə şəriət hüququ birbaşa insanların gündəlik həyatına təsir göstərdiyindən insanlar cinayət törətməkdən ciddi şəkildə qorxurlar. Məsələn, şəriət qanunlarını araşdırsaq, ölüm hökmü, qırmancla cəzalandırma, daşqalaq kimi sərt cəzaların mövcud olduğunu görərik. Bu da əhali üzərində böyük çəkindirici təsir yaradır.
Ərəblər nəqliyyat baxımından olduqca müasir yollar inşa ediblər və texnologiyanın bütün imkanlarından tam istifadə olunur. Şəhərlər demişkən, bu şəhərlərdə çox da yaşıllıq görmək mümkün deyil, çünki ərəb ölkələri səhralıq iqlimə malikdir və bu torpağın quraqlığını göstərir. Ağaclar və yaşıllıqlar Səudiyyə Ərəbistanında nadir hallarda yetişir. Əgər siz yaşıllıqsız yaşaya bilmirsinizsə və göydələnlər sizlik deyilsə, Səudiyyə şəhərləri sizə xoş görünməyə bilər. Çünki şəhərlərdə çoxsaylı göydələn tipli binalar var və bu binalar ərəb şirkətlərinin ofislərinə ev sahibliyi edir. Bu şirkətlər ölkənin dörd bir tərəfində fəaliyyət göstərir və onların işçilərinin əksəriyyəti Sudan, Yəmən, İraq kimi kasıb ölkələrdən gələn insanlardır. Bundan belə bir nəticə çıxarmaq olar ki, Səudiyyəlilər aşağı səviyyəli işlərlə məşğul olmurlar və xüsusən tikinti işlərində kasıb ölkələrdən olan insanlardan istifadə edirlər. Səudiyyə Ərəbistanı ilə bağlı görünən odur ki, artıq köhnə yaşam tərzindən çıxmağa başlayıblar. Xüsusilə də yeni vəliəhd şəhzadə Məhəmməd bin Salmanın hakimiyyətə gəlməsindən sonra ölkədə qadınlar başda olmaqla iş sahəsi və investisiya baxımından müasir dövrə uyğunlaşma başlayıb. Hətta bu templə davam etsələr, 50-100 il ərzində şəriət qanunlarını tərk edib mülki hüquqa keçə bilərlər. Texnologiya inkişaf etdikcə insanları nəzarətdə saxlamaq çətinləşir. Bu da ölkələrin öz dövrlərinə uyğun dəyişməsinə səbəb olur. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.